Cəsur qız Mulanın nağılı. Çox-çox qədim zamanlarda uzaq Çin ölkəsində Mulan adlı bir qız yaşayırdı. Mulan digər qızlara oxşamırdı. O oturub tikməyi, bəzənməyi xoşlamazdı. Əksinə atası ilə ox atmağı, at sürməyi və qılınc oynatmağı sevirdi. O çox cəsur və çevik idi. Mulanın yaşadığı ölkəyə qorxunc düşmənlər Hunlar hücum etdi. Ölkənin imperatoru əmr verdi ki, hər ailədən bir kişi orduya getməlidir. Mulanın atası bir vaxtlar məşhur döyüşçü olsa da, artıq qocalmışdı və xəstə idi. Əgər o döyüşə getsəydi, geri qayıtmayacaqdı. Mulan atasının canı üçün çox narahat oldu. Gecə hamı yatanda Mulan çox vacib bir qərar verdi. O atasının köhnə zirehini və qılıncını götürdü. Uzun saçlarını kəsdi və kişi paltarı geyindi. Özünə Ping adı qoydu. O atasının yerinə orduya getməyə qərar vermişdi. Mulanın ailəsi bu işə çox kədərləndi. Amma Mulan qəti idi. Ailənin ruhları ondan ötürü narahat idi. Ona görə də balaca, lakin çox danışan bir əjdaha olan Muşunu və biraz da uğursuz bir cırcıramanı Kriskini ona köməkçi göndərdilər. Mulan ordu düşərgəsinə çatdı. Orada onu çox çətin təlimlər gözləyirdi. Başlanğıcda kişi kimi davranmaq Mulan üçün çətin idi. O hər şeyi bilməyən, biraz yöndəmsiz Pink kimi görünürdü. Amma Mulan ruhdan düşmədi. O hər gün inadla məşq etdi. Qaçdı, tullandı, ağır yük daşıdı. Komandir Li Shangın rəhbərliyi altında Mulan digər əskərlərdən də güclü və cəsur oldu. Nəhayət döyüş vaxtı gəldi. Mulan və yoldaşları Hunlarla döyüşə getdilər. Bir döyüşdə Mulan özünü və dostlarının həyatını xilas etmək üçün qarlı dağlarda böyük bir uçqun yaratdı. Uçqun düşmənin böyük bir hissəsini məhv etdi. Bu döyüşdə Mulan yaralandı. Həkimlər Mulanın yarasını sarıyarkən onun qız olduğunu gördülər. Hər kəs çox təəccübləndi. Qanuna görə qadının orduya gəlməsi böyük cəza idi. Komandir Li Shang Mulanı cəzalandırmadı, amma onu ordudan qovdu. Mulan tək qalmışdı, ancaq o Hunların başçısı Şanyunun ölmədiyini və imperatoru öldürmək üçün paytaxta gəldiyini öyrəndi. Mulan dərhal yola çıxdı. O, Li Shang'a və dostlarına xəbərdarlıq etdi, amma ona inanmadılar. Hunlar saraya sızdılar və imperatoru tutdular. Amma Mulan təslim olmadı. O dostları ilə birlikdə